İmam Sadiq əleyhissalam buyurur ki, insanlara bir xeyir iş görəndə, bir yaxşı iş görəndə çalışın onu Allah'tan başqa heç kim bilməsin. Əgər məqsədiniz bir başa Allah'ın özünə olsa, məqsədiniz ixlas bu olsa ki, Allah'tan başqa heç kim sizi tərif eləməsin. Bilirsiniz də, xalis niyyətin barəsində İmam Sadiqdən soruşurlar ki, xalisliyin mənası nədir? İmam Sadiq əleyhissalam deyir, Allah'tan qeyrisindən tərif gözləməmək niyyətin xalisliyidir. Bir cür iş görəsən ki, fikirləşməyəsən ki, bunu mən Allah'tan başqa kimsə məni tərif eləsin. Heç zehnindən də keçməyə. Əslən keçməyə zehnindən. O zehni o qədər sağlam saxlayasan ki, biləsən ki, sənə tərifi Allah deyəcək. Və sənə çox sağ ol, tərifat Allah'tandır. Qeyrisin zehnindən keçməyəsən. İmam Sadiq əleyhissalam deyir, deyərlər işin xeyrində, xeyrat işlərdə niyyətin xalisliyi, yəni bu. Heç nəyi qatmamısan bunun içinə. Hətta mən yadıma düşür, hansısa cümələrin birində bir dənə hədis oxumuşduq. İmam Sadiq əleyhissalam deyir, bəzi insanlar elədiyi yaxşı işlərin qiyamətdə mükafatının azlığını görəndə deyərlər Pərverdigara, kaş heç bunu insanlar arasında çox yayılmayaydın. İnsanlar arasında çox pəxş olunmayaydı, paylanmayaydı, yayılmayaydı. Çox yayıldıqca onun dərəcə və qiyməti aşağı düşür.